Əla. Əvvəlcə təşkilatçılara çox sağ ol demək istəyirəm. Sağ olsunlar, təklif eləyiblər və məktəbli dostlarımıza şərait yaradıblar ki, ən azı bir saatlıq qismində də olsa bir tanışlıq olsun. Maliyyəçi nə iş görür, mühasib nə iş görür, ümumiyyətcə biznes, mühasibat, maliyyə anlayışları nədir, ümumiyyətcə bizə lazımdırmı? Ola bilsin onların beyinlərində sual var ki, mən gələcəkdə karyeramı hansı üzrə qurmaq istəyirəm, nə üzrə davam elətdirmək istəyirəm. Qısaca özüm barədə məlumat verim. Ramin Əzizov hal-hazırda Avropada beynəlxalq banklardan birində çalışıram, aparıcı mütəxəssis olaraq. Maliyyə sahəsində, maliyyənin daha çox risk bölməsində çalışıram. Bundan əvvəl Azərbaycanda təxminən 7 illik bir təcrübəm olub bank sahəsində. Ondan əvvəl də 1 il mühasib işləmişəm. Bankda fəaliyyətim, bizneslərin analizi, korporativ kreditlərin təhlili və s. olub. İndi ola bilsin bu anlayışlar hələ ki sizin üçün yenidir. Qısaca desəm, bankda işləmişəm indiyənə kimi və şirkətlərdə buxalter olmuşam. İndi Azərbaycanda daha çox mühasib terminini buxalter termini ilə əvəz eləyirlər. Özüm barədə bu qədər qısaca. Ə, istərdim ki, vaxtımız çox olsun, hamınızı bir-bir tanıyım, amma biraz limitlidir deyə bir-bir sizə söz verə bilməyəcəm. Amma fikrinizi eşitmək maraqlıdır mənə yoldaşlar. Zəhmət olmasa ilk təəssüratınız, baxın, bir nəfər gəlib, nə bilim, atanızın dostu və yaxud da nə bilim, bir qohumunuz gəlib, deyir ki, buxalterdir. Sizcə o adam nə iş görür? Təxmininiz nədir? Mühasib və ya maliyyəçi. İlk eşidəndə təəssüratınız necə yaranır? Bax, bu adam və yaxud da mən. Mən sizə dedim ki, mühasibəm və yaxud da maliyyəçiyəm. Sizcə mən nə iş görürəm? Gündəlik mənim işim nədən ibarətdir? Nə düşünürsünüz? Bəlkə Yusif bəy, açılışı sizlə eləyək, digər yoldaşlar da həvəslənmiş olar. Ola bilər hələ ki. Salamlayıram sizi. Mən əslində adada Sağ ol. Bilirəm, təşkilatçılığa bilirəm. Bilirəm, hə, bilirəm. Açılış üçün dedim ki, sizlə başlayaq, digər yoldaşlara da pas ötürək. mən özüm fikrimi desəm, mən özümdən maliyyə oxuyuram. Mühasib deyəndə belə nəzərdə tutsaq, məsələn, mən şagird olsaydım məktəbdə ağlıma nə gələrdi? Ə, Baxmayaraq ki, indi detallı bilirəm. Ağlıma gələrdi ki, mühasib bir şirkətin və yaxud da biznesin gəlirini və xərclərini hesablayan insandır. Mən həmişə belə düşünmüşəm, baxmayaraq ki, yenə də indi onu oxuyuram. Amma bəlkə bizim digər dostlarımız öz fikirlərini desələr daha da maraqlı olar. Əla, təşəkkürlər. Buyurun. Mədinə xanım, sizlə davam eləyək. Əgər hər hansısa bir fikriniz varsa. Bu arada deyim, burada yanlış və ya doğru cavab anlayışı yoxdur, sadəcə fikir mübadiləsidir. Sizin fikirlərinizi öyrənmək istəyirik. Salam. Salam. Ee, Ben ilk aklıma gelen o olur ki e, daha çok finans işlerle meşgullar. Mhm. Hak hesap işiyle meşgullar. Aha. Baxın, o haqq hesab prosesində nə iş görür mühasib? Nəyləri yazır, nəylərin üzərindən keçir? Ümumiyyətcə nəyləri yazmalıdır? Nə düşünürsünüz bu barədə? Gelir ve ne gide gelir olur hansısa bir biznesa öyle Mhm. bir şey. Əla, təşəkkürlər. Ə, Damla xanım, siz nə düşünürsünüz bu barədə? Əgər danışırsınızsa səsiniz mute-dadır, siz eşitmirik hələ ki. Bağışlayın. Mühasib, məncə, yəni pul işlərinə baxan, gəlir və yaxud da ki, xərcləri qeyd edən, əmək haqqını hesablayan, vergi sənədlərini hazırlayan şəxslərə deyilir. Yəni mənim fikrimcə belədir. Əla, əla. Ay maşallah. Gözləntim daha ə, yeni təəssüratım var ki, daha yenisiz mövzuda, amma hətta bu sahəyə başlamış şəxslərdən belə daha dolğun cümlələr qurursunuz. Çox Afərin. təşəkkür edirəm. Hamıya aiddir. Açığı mən məktəbdə olanda və yaxud da universitetdə birinci kursda başlayanda düşünürəm ki, belə ə, yaxşı cümlələr qura bilmirdim. Yəqin ki, Salam. salam. Kim idi qoşulan? Okey. Əla. Yaxşı nüans odur ki, təəssüratlarımız var. İndi gəlin biraz öyrəndiklərimizi professional yox, elmi dildə səsləndirməyə çalışaq. Görək, mühasib nədir, nə iş görür,
Maliyyəçi nədir? O nə iş görür? Belə deyə də yoldaşlar, mühasibin işi hesabat verməkdir. Hesabat da yoldaşlar ingilis dilində təhsil alırlar, yoxsa Azərbaycan sektorudur? Azərbaycan sektoru. Əla, əla. Yoldaşlar, ola bilər bəzən terminologiyanı, hətta Azərbaycan dilində olsa belə çox terminologiya ağırlıqlı verə bilərəm. Xahiş edirəm, sualınız yaransa çəkinmədən soruşun. Mühasib nə iş görür? Hesabat verir. Hesabat nədir? Nəyisə nəql eləmək, danışmaq. Yazılı olur, şifahi olur, hesabatın formaları. Məsələn, deyək ki, Yusif bəylə biz dostuq. Yusif məni bir ayda görmür. Məndən soruşur ki, Ramin, bir aydır hardasan, nə iş gəlib başına, nələr eləmisən? Bunu mənə danış. Və bu yazışma WhatsApp üzərindən gedir və yaxud da hansısa bir sosial şəbəkə üzərindən gedir. Mənim Yusifə bu bir ay boyunca baş vermiş hadisələri yazmağım reportdur, hesabatdır. Mən neynədim? Keçmişdə baş verən hadisələri, yəni başıma gələnləri Yusifə danışdım. Deməli, mən neynədim? Hesabat verdim Yusifə. Bu hesabat deyəndə şərt deyil ki, ortada bir kağız olsun, sənədlər olsun və s. Hesabatın olmağı elə məlumatı ötürmək mənasında başa düşülə bilər. Bəs yaxşı, mühasibin adi söhbətlə elədiyi fərq nədir? Mühasib nə iş görür? Onu rəqəmlərlə yazır. Məsələn, mən əgər Yusifə deyirəmsə ki, Yusif, bax, bir ay ərzində 100 manat xərcim olub, 120 manat qazanmışam, bu xərcimin 20 manatını avtobusa vermişəm, 30 manatını qidaya vermişəm, nə bilim, 30 manatına kitab almışam, 20 manatı da savingimdir, yəni qənaətimdir. Özümə gələcək dövrlər üçün pul yığmışam. Baxın, mənim gördüyüm iş Yusifə hesabat verəndə, data ötürəndə mühasibat işi oldu. Yəni, mühasib neynir? Keçmişdə olan rəqəmləri, maliyyə rəqəmlərini yazıya köçürdür, bunu səliqəyə salır, verir qarşı tərəfə. Qarşı tərəf kimdir? Oxuyucu. Necə ki, biz kitab oxuyuruq, o kitabı yazan adam bizə onu nəqli şəkildə yazır. Məntiqli ardıcıllıqla verir. Hadisənin başlanğıcı olur, əsas hissəsi olur, gövdə hissəsi olur, sonra bir də bitmə hissəsi olur. Necə ki, biz məktəbdə hekayə oxuyanda və yaxud da fizikada hansısa bir teoriya öyrənəndə, teoriyanı əvvəlcə bizə aşılayır, başlanğıcını öyrədir, sonra teoriyanın ağır hissələri gəlir, sonra onun mülahizəsini verir, yəni yekununu verir. Mühasibin də gördüyü iş budur. Bəs yaxşı, maliyyəçi ilə mühasibin fərqi nədir? Təsəvvür eləyək ki, bu nüansda Yusif maliyyəçidir, mən mühasibəm. Onda fərqimiz nə olur? Mən Yusifə başıma gələnləri danışıram. Yusif başıma gələnlərdən növbəti bir ay üçün mənə proqnoz verir, təxmin verir. Deyir ki, Ramin, əgər sən keçən ay 20 manat transporta xərcləmisənsə, 30 manat yeməyə vermisənsə, 30 manat kitaba vermisənsə, böyük ehtimal gələn ayda bu xərclərin olacaq. Yəni, mənə proqnoz verdi. Amma dedi ki, Ramin, nəzərində olsun, metroda gediş haqqı qiymətləri qalxıb, transport xərcini 20 manat yox, 25 manat nəzərdə tut. Yəni, maliyyəçi proqnoz verir, mühasib qeyd aparır. Və burada nəyin qeydiyyatını aparır? Əsasən 5 dənə maliyyə hesabatı olur qarşımızda. Gəlin bunlara ad verək. Bir dəqiqə. Ekranda yazıcı. Düzəldi. Deməli, mühasib. Xəttim oxunur yoldaşlar, yoxsa? Oxuya bilirsiniz. Oxunur, bəli. Bəli, bəli. Əla, təşəkkürlər. Mühasib qeyd aparır. Nəyin qeydini aparır? Maliyyə rəqəmlərinin. Maliyyəçi proqnoz verir, yəni təxmin eləyir. Mühasib keçmişə baxır. Çünki olmuş hadisələr yazır. Maliyyəçi gələcəyə baxır. Və bunların görüşdüyü bir nöqtə var. Yəni, mühasib keçmişdə olanları maliyyəçiyə deməsə, maliyyəçi gələcəyi təxmin eləyə bilməz.
Deməli, əlimizdə məlumat olmalıdır ki, biz ona baxaq, bundan sonra başımıza nələr gələ bilər, onu təxmin eləyək. Bura kimi sualımız var. Maliyyəçi kimdir, mühasib kimdir və nə iş görürlər? Əla. Bunu biraz da terminologiyanı ağırlaşdıraraq desək, bizneslərin qeydiyyatına aparırıq. Biznes nədir? Əgər bir işin sonunda bizim məqsədimiz mənfəət qazanmaqdırsa, biz deməli biznesmenik. Məsələn, gedirik kitab almağa. Kitab satan mağaza biznesdir. Səbəb? Çünki o mağazanın sahibi, mağazanın yiyəsi. Bir dəqiqə. Sual var deyəsən. Maliyyə sahəsində işləmək üçün hansı fənlər vacibdir? Əla. Kitab mağazasının fəaliyyəti biznesdir. Niyə? Çünki o adam mağazanın qapısını açanda ağlında nə tutur? Deyir ki, mən necə eləyim ki, bu kitabı aldığımdan baha satım, sonda qazancım olsun. Yəni, mağazaya gedib gəlməyimə dəysin. Bax, bu prosesin adı biznesdir. Fərq eləmir nə iş görürsünüz. Kitab satırsınız, dərs deyirsiniz, maşın satırsınız, nə bilim, taksi fəaliyyəti ilə məşğulsuz, sonra nə ola bilər, mənzil satırsınız. Fərq eləməz. İstənilən iş əgər sonda qazanc məqsədi daşıyırsa, o biznesdir. Məsələn, mən özüm uşaq olanda və ya məktəbli olanda kənd yerində meyvə yığıb satırdım. Bu mənim üçün biznes idi. O vaxtı mən adlandırmırdım ki, mən biznesmenəm. Amma indiki düşüncəmlə adlandırsaydım, biraz da bəzəsəydim, deyərdim ki, mən biznesmen idim vaxtı ikən. Haqlıyammı? Bəli. Niyə? Çünki o almanı yığanda nə düşünürdüm? Bu almanı biz əkmişik, başa gətirmişik 5 manata, satıram 6 manata, deməli 1 manat orada mənim mənfəətim var, qazancım var. Okey? Bax, biznesmen budur. Ona görə də qarşınıza kimsə deyəndə ki, mən biznesmenəm, hətta o bir dənə günə bir kitab alıb satsa belə biznesmen sayıla bilər. Texniki olaraq doğru deyir. Amma nə qədər böyük biznesmen deyir, kiçik biznesmendir, təbii ki, rəqəmlərdən danışırıq. O artıq ikinci nüansdır, ikinci sualdır. Bu bizim gördüyümüz işin mahiyyəti. Bəs yaxşı, maliyyəçi olmaq və ya mühasib olmaq mənə lazımdır. Mən bu peşəni seçməliyəmmi? Əgər seçməliyəmsə, nələrə fikir verməliyəm? Bir mənalı, yəni həmişə yadınızda qalsın ki, maliyyəçilər də, mühasiblər də rəqəmlərlə işləyir. Ola bilər ki, yoldaşlar, başınız çox yaxşı işləsin, amma rəqəmlərlə işləməyə xoşunuz gəlmir. Yəni, riyaziyyat məsələləri görəndə ürəyiniz sıxılır. Belə hallar varsa, ola bilsin ki, maliyyə və mühasibat sizə sıxıcı gələ bilər. Bacaracaqsınız, bacarmayacaqsınız işin ikinci nüansıdır. Əsas məsələ, bu işi istəyirsinizmi sualının cavabı hansı istiqamətlərlə, daha doğrusu hansı suallarla sizə istiqamət verə bilərəm. Özünüzə sual verin. Mən rəqəmlərlə işləyəndə ürəyim sıxılır, yoxsa xoşum gəlir? Yenə deyirəm, rəqəmləri dərk eləyirsiniz, yoxsa yox, bu ikinci məsələdir. Əsas məsələ, mən rəqəmlə işləyəndə sıxılmıram ki. Hətta indi sıxılsaz belə, bəlkə də gələcəkdə sevəcəksiniz, onu bilmirəm. Amma böyük ehtimalla təcrübə göstərir ki, rəqəmlərlə işləyəndə biraz sıxılırsınızsa, mühasib işi sizə maraqsız gələ bilər. Yenə deyirəm, yoldaşlar, bu işi bacarmayacağınıza dair heç nə demirəm. Əminəm ki, hamımız hər şeyi bacararıq. Sadəcə biri var işi sevərək görmək, biri var məcburiyyətdən görmək. Qısacası, rəqəmlərlə işləmək istəyimiz olmalıdır. İkinci, yumşaq bacarıqlar dediyimiz hissələr, yoldaşlar. Məktəbdə bunu bizə öyrətmirdilər. Bilmirəm, inşallah ki, sizdə bu fənlər tədris olunur. Əgər yox, ətrafınızda olanlardan tövsiyə almağınız yaxşı olar. Yumşaq bacarıqlar nədir? Məsələn, aramızda var ki, əminəm, sinif yoldaşlarınızdan da var. Çox yaxşı başa işləyir, amma utancaqdır. Və yaxud da bir şeyi izah eləmək istəmir, çəkinir. Baxın, bu kimi hallar praktikada işə başlayanda bizim qarşımızı kəsir. Ona görə də mümkün qədər o utancaqlıq hissini, bunu biraz termindən bəzəsək, introvert, ekstravert deyirik bunlara. Introvert odur ki, özünə qapanıqdır, çox danışmaqla arası yoxdur, sosiallaşmaqla arası yoxdur. Ekstravert nədir?
daha çox insanlarla ünsiyyətə can atır, deyib gülməyi xoşlayır, hamı ilə zarafatlaşmağı xoşlayır və s. Mümkün qədər çalışın ki, ikinci olasınız. Yəni, kommunikasiya qurun. Məsələn, sosial eventlər, sosial tədbirlər ola bilər, oralara gedin. Könüllülük fəaliyyətləri, indi bilmirəm, sizin oxuduğunuz məktəbdə nə qədər əl çatandır. Mümkün qədər könüllülük fəaliyyətlərinə qoşulun, yarışmalara qoşulun. Məsələn, 61 verilişi var, Mən Azərbaycan verilişi var. Ola bilər yoldaşlar, mən biraz qocayam, biraz çox köhnə məlumatlar deyərəm sizə. Əgər o verilişlər artıq aktual deyilsə, üzrü sayın. Amma siz məqsədimi başa düşəcəksiniz də nələri nəzərdə tuturam. Bizim vaxtımızda ə, nə idi? LG Bil Akademiyası idi, səhv eləmirəmsə, lap çoxdan idi. Belə intellektual yarışlara mümkün qədər gedin. Nəticədən asılı olmayaraq yoldaşlar, lap sonuncu yerə çıxın, fərq eləməz. Əmin eləyirəm ki, ora gedəndə, qaydanda eyni adam olmayacaqsınız. Sizə söz verirəm. Ən azı nə isə bacardığınızı şüur altınız dərk eləyəcək ki, mən ən azı ora gedib çıxdım. Seçim mərhələsindən keçdim. Sonra mümkün qədər texnologiyadan istifadə eləməyi öyrənin. Fərq eləmir hansı ixtisası seçəcəksiniz. Maliyyə, mühasibat aidiyyatı yoxdur. Mütləq qaydada, baxın, hal-hazırda dair görməkdən yorulmuşuq. Süni intellekt, ChatGPT, nə bilim, təzə-təzə modellər çıxır. Onlardan mümkün qədər indidən istifadə eləməyi öyrənin. Onlar bizdən tez böyüyür. Yəni biz 1 il böyürüksə, onlar 5 il böyüyür 1 il ərzində. Yəni onların təqvim ili işıq sürəti qədərdir. Bizim 1 ilimizdən uzundur. Ona görə mümkün qədər əlinizdə fürsət varsa, YouTube-da bazı bilgilər var. Onları öyrənin. Ondan əlavə ətrafınızda bu işi görən şəxslərlə məsləhətləşin. Məsələn, ola bilər ki, baxın, sağ olsun yoldaşlar, yenə təşəkkür edirəm onlara. Belə bir layihə irəli sürüblər. Onlarla məsləhətləşin ki, məsələn, Ramin 1 saat danışdı, bizə kifayət eləmədi. Mən qərarsız qalmışam, bilmirəm, maliyyəyə mi yönəlim, yoxsa fizika müəllimi olum, yoxsa IT-yə yönəlim, yoxsa həkim olum, bilmirəm. Mənə istiqamət ver. Təbii ki, biz bəzən fərqində olmuruq, məktəbləri yüklüyürük ki, nə ixtisas istəyirsən, denən bizə. Yəni, ola bilər bu sualın cavabı indi sizdə yoxdur. 5 il sonra olacaq, 10 il sonra olacaq. Amma ən azı ətrafınızdan məsləhətləşə bilərsiniz. Bu, mənim indiyə kimi gəldiyim nəticələrdən sizə verə biləcəyim tövsiyədir. Maliyyəçi olmaq üçün hansı spesifik olaraq fənlər vacibdir? Heç bir halda məktəbdə özünüzü bununla yükləməyinizi tövsiyə eləmirəm. Yəni, hansısa bir fən seçim, bu fənni yaxşı oxusam, maliyyəçi olanda yaxşı olacaq. Hələ ki, belə bir şey yoxdur. Rahat olun. Mümkün qədər riyazi hesablamalara yönəlin. Maliyyəçinin gördüyü maksimum riyazi hissələr vurma cədvəlidir, faizdir, toplama, çıxma, vurma, bölmə. Vəssalam. Bəli. Nə qədər qəribə olsa da bunlardan çoxu deyil. Və nəzərə alsaq ki, 21-ci əsrdə yaşayırıq, hər şey artıq kompüter həll eləyir. Bu həm yaxşıdır, həm pisdir. Qəliz hesablamaları onsuz da kompüter eləyəcək. Sadəcə o riyazi düşünmə sürətinizi artırmaq üçün vurma cədvəli, vurma, toplama, faizin tapılması və s. bunları bilsəz, bünövrə olaraq həddən artıq kifayətdir. Yəni, özünüzü çox da yükləməyin. Ümumiyyətlə, yoldaşlar, çalışın ki, özünüzü fənlərlə yükləməyin. İnşallah ki, ali məktəbə qəbul olun, hədəfiniz olsun və s. Burada problem yoxdur. Amma sizə söz verirəm, siz də gəlib bizim yaşımıza çatanda, görəcəksiniz ki, vaxtı ikən narahat olduğunuz nüansların heç birinə dəyməzmiş. Nə bilim, hansısa fəndən qiymətim aşağı oldu, buna görə pis olun, buna görə özünüzü stresə salmayın. Rahat olun, öhdəsindən gələcəksiniz, %100 buna əminəm. Burada bir problemimiz yoxdur. Bu, maliyyəçi və mühasib arasındakı fərq. Məsələn, yoldaşlar, əgər deyək ki, gələcəkdə xaricdə təhsil almaq düşüncəsi olan varsa, ali məktəbə qəbul olandan sonra, indidən tezdir, ali məktəbə qəbul olandan sonra beynəlxalq sertifikatlar var. Onlara yönələ bilərsiniz. Onlar sizə Avropada və ya digər ölkələrdə iş tapmanıza kömək eləyəcək. İngilis dilinizi inkişaf elətdirin indidən. Mən məsələn burada maliyyəçi olaraq yox, şərti deyirəm. Həkim olaraq çıxış eləyəsəydim, yenə də eyni şey deyəcəkdim sizə. Əlavə bir dənə xarici dil öyrənin, mütləq qaydada. Ola bilsin bu nüansları əvvəlki
modullarda danışmısınız, digər nə deyək, tutorlar deyək də, tutorlar səsləndiriblər. Yenə də, məsələn, mən vaxtı ikən bunu bilmirdim. TGDK-nın ingilis dilindən getmir ha söhbət. Danışıq ingilis dilisi. Məsələn, mən özüm 23 dənə ingilis dili yazmışdım vaxtı ikən. Bizdə 25-dən 23 idi. Amma soruşsaz ingilis dili bilirdimmi? Yox. Yəni bir dənə rahat cümlə qura bilmirdim bəlkə də. Bəlkə də qurardım, amma ingilis eşitsəydi 50 dənə qrammatik səhv tapardı. Sözümü nəyə gətirəm yoldaşlar? TQDK-nın imtahan ingilis dilisini öyrənin. Orada bir problemimiz yoxdur. Onu istisna eləmirik. Amma ən azı podkastlara qulaq asın. Podkast nədir? Onlayn formatda danışıq, radio kimi. Belə qəbul edin. Elə bilin ki, YouTube-da radio. Çox belə qısa desək. Oradan həm yeni bilgi öyrənəcəksiniz, həm eşitmə qabiliyyətinizi inkişaf eləyəcək, həm də istər-istəməz söz bazanız artacaq. Bunu musiqi dinləmə yolu ilə eləyə bilərsiniz. Sevdiyiniz hansısa bir film ola bilər, cizgi film ola bilər, maraqlı, məsələn, ola bilər ki, aranızda avtomobillərə marağı olan var. Girib avtomobillərlə bağlı videolara baxa bilər, ingilis dilində. Aranızda, məsələn, yemək bişirməklə arası ola bilər. Bəli, girib baxa bilərsiniz. Bu sizə əminəm ki, faydası olacaq. Bunu hansı formada eləməyin? Nə deyirlər? İsraf dərəcədə yox. Həddən artıq olmasın. Yəni, ingilis dili öyrənmək adından əsas fənlərimi kənara atım, bütün günü video baxım, Ramin vaxtı ikən mənə demiş ki, YouTube-a bax, belə olmasın. Yaxşı? Sadəcə əyləncə xatirinə. Məsələn, bezmisiniz, kitab oxumaqdan bezmisiniz. Həm video baxmaq istəyirsiniz, həm də istəyirsiniz ki, bir faydalı olsun da eyni vaxtda. Nə bilim, məsələn deyirəm, futbola marağı olan ola bilər, girib futbolçuların həyatı ilə bağlı sənədli filmə baxa bilərsiniz, ingilis dilində. Heç nə başa düşməsəz belə. Əminəm ki, o sizə maraqlı gələcək. Nə bilim, vurduğu ən yaxşı qollar, ingilis dilində şərh gedir altında. O, istər-istəməz maraq dairənizdir, beyniniz daha yaxşı mənimsəyəcək onu. Okey? Bu hissələrə fokuslana bilərsiniz. Bura kimi sualı olan varmı? Xeyr. Yox. Moderatorlarımız, bəlkə siz mənə istiqamət verəsiniz. Mən maliyyədən başladım, futbola gəldim. Burada əslində maliyyədən başqa ümumi, məsələn, biznes sahəsi haqqında marağı olan uşaqlar da var. Siz bilirəm ki, məsələn, maliyyəni çox dərindən bilən bir insan biznes haqqında da general, yəni ümumi informasiyası var. Bilirəm ki, yəni burada bütün moderatorlar, mən daxil olmaqla hamımızdan daha yaxşı bilirsiniz. Bəlkə biraz da o mövzu haqqında danışaq. Biznesin idarə edilməsi və yaxud da belə deyim, girişimcilik və daha çoxu. Məsələn, o istiqamətdə siz olsaydı sizə nə maraqlı olardı? Hansı sual var ki, sizdə ona cavab axtarırsınız? Məsələn, videoda, TV-də baxırsınız və yaxud da Facebookda rastınıza çıxır biznesmen, ağlınıza gələn suallar olur da yəqin ki. Nə kimi suallar var? Ümumi bir sual verə bilərdim Aha, ki, biznesin uğurlu olmağı üçün ən əsas vacib amillər hansılardır? əla. Yoldaşlar, mən özüm biznesmen deyiləm, amma müşahidələrimə əsasən, analiz elədiyim bizneslərə əsasən deyə bilərəm ki, birmənalı, bu nə texniki bilgi deyil. Bu nə, təbii ki, pul və sair vacibdir. Bu nə pul axını idarə edilməsi deyil. Ən vacib, mənə görə ən vacib idarə etmə qabiliyyətidir. İdarə etmə qabiliyyəti deyəndə bunun içərisində nələr var? İnsanlarla ünsiyyət, tənqidi qəbul eləyə bilmək. Məsələn, işçi gəlir deyir ki, Ramin, sən çox danışırsan, səsin başıma düşür. Normaldır. Belə hallar var. Mən sizə bunu nümunə xatirinə demirəm, ay yoldaşlar. Yəni, praktikada belə hallar olur. Elə bilin ki, biznes açmısınız, işə götürdüyünüz adam gəlir sizə belə bir söz deyir. Nə etmək lazımdır? Buna kəskin reaksiya vermək lazım deyil. Qəfil əsəbləşeyim, onu işdən çıxardım, yox. Sorğulamaq lazımdır ki, niyə belə düşünür? Bəlkə mən həqiqətən çox danışıram. Yəni, idarə etmə qabiliyyətimiz, insanlarla ünsiyyət, əlaqələr, məsələləri, problemləri həll edə bilmək qabiliyyəti, bunlar ən vacib olanlarıdır. Geri qalan bunları mərtəbə-mərtəbə düşsəydik, ən başda bu dediyim idarə etmə bacarıqları. Xüsusən də insanlarla işləyə bilmək. İkinci sırada gəlir pul axınını idarə eləmək. Çox belə
Qısa qayda desək, gəlir və gedərlərinin fərqində olmaq. Mənim nəyim var və nə ödəməliyəm. Elə bilin ki, meyvə dükanı açmısınız, baxırsınız ki, 1 ton meyvə var, amma ödəməli olduğunuz borc 1 ton 200 kiloqramın borcudur. Sual yaranır, bu niyə belə oldu? Deməli, mən vaxtı ikən 200 kiloqram meyvəni satıb, pulunu xərcləmişəm. İndi fərqində deyiləm. Gedib bankdan kredit götürmək olacaq. Digər məsələ yeniliklərə açıq olmaq. Fərq eləmir. Bu e, texniki bilgilər də ola bilər. Bu bizim insani keyfiyyətlərimizin inkişafı da ola bilər. Yəni kimsə mənə hər hansısa bir komment verirsə ki, Ramin, sənin maliyyən zəifdir, bu barədə düşünməliyəm. Bəlkə ehtiyac var həqiqətən. Bunu inkişaf elətdirim. Maliyyə savadlılığı da təbii ki, burada vacibdir. Ən vacib mənim müşahidələrim budur. Ondan sonra texniki en qədər siyahı var, onu uzatmaq olar. Yəni yoldaşlar əgər düşünürsə ki, gələcəkdə biznesə başlamalıdırlar, düşünsünlər ki, və ən çox belə deyək də, necə ifadə edeyim, pul gətirən biznes hansıdır? Problem həll edən biznes. Məsələn, şərti deyirəm. Yəqin ki, hamınız telefonlarınıza şey almısınız. Nədir? Kabro. Üz qabığı da nəsə belə bir şey. Bu üz qabığı hansısa problemi həll edir. Problem nədir? Telefonu cızılmadan qoruyur. Və yaxud da kompüter, Apple hansı problemləri həll edir? İnsanların musiqi dinləmək istəyinin problemini, kommunikasiya problemini, fayllar üzərində işləmək problemini və s. Və yaxud da avtomobil hansı problemi həll edir? Uzaq məsafələrə daha tez gedə bilmək problemini. Deməli, biz əgər problem görüb onu həll eləməyə çalışsaq, onda %100 biznesimizin uğurlu olmaq ehtimalı var. Və yaxud da başqa bir problem. Qida satan adam hansı problemi həll edir? İnsanın aclıq problemini. Ac olan insana qida verir. Pul qarşılığında təbii ki. Yəni, düşünün ki, kimin nə problemi var? Mən ona həlli yolunu verim, onda həll olmadığı üçün o mənə pul verəcək. Yəni, necə deyirlər, o fizikada olan qanun burada da işləyir. Bir şey başqa şeyə çevrilir. Pul sizin ideyanızla barter olundu. Okey? Yəni, verə biləcəyim əsas tövsiyə budur. İndidən nə edə bilərsiniz? Mümkün qədər çalışın, çoxlu insan tanıyın. Mümkün qədər çoxlu insan tanıyın. Əlaqələrinizi genişləndirin. Bu sizin sinif yoldaşlarınız ola bilər. Bir-birinizdən söhbət əsnasında bir-birinizdən nəsə öyrənəcəksiniz. Çalışın, çoxlu podkastlara qulaq asın. İngilis dilində, gəlin mən sizə yazım, chatda yazım, hamı görəcək yəqin ki. Azərbaycanda bunun lokal versiyası var idi, ideya qazandı. Amma bunun daha qlobal versiyası var, onu yazacağım. Shark Tank. Bir söz soruşa bilərəm. Əlbəttə. Siz daha çox maliyyəni məsləhət görürsünüz, yoxsa biznesi? Biznes deyəndə nəyi nəzərdə tutursunuz? Məsələn, bir nəfər gəlir deyir ki, Filiz xanımdır, düzdür danışan? Hə. Bəli, Filiz bəli. xanım, biznes ixtisası var. Sizcə o adam nə iş görür orada? Hər hansı bir şirkəti yaradır. Aha. Şəxsi biznes. Bəli, şəxsi biznes. Aha. Başlanğıc üçün tövsiyəm maliyyədən başlamanızdır. Çünki maliyyə savadınız olmadığı təqdirdə birbaşa biznesə atılmaq risklidir. Demirəm alınmaz, demirəm mümkün deyil. Amma indi üçün soruşursunuzsa, tövsiyəm birinci maliyyəni öyrənin. Əgər biznesə başlamaq situasiyasını görsəz, avtomatik onsuz da maliyyəni atıb biznesə keçəcəksiniz. İxtisas olaraq Biznesdə ən soruşursunuzsa, əsas amillər nədir ki? ən əsas amil insanlarla işləmək. Yəni Bəs yola maliyyədə? getmək. Maliyyədə rəqəmlər. Maliyyəni başa düşmək. Onda maliyyədə daha çox üstünlük verici riyaziyyata da. Məktəbdə öyrəndiyimiz riyaziyyat daha çoxdur, nəinki maliyyədə öyrənəcəyimiz riyaziyyat. Yəni maliyyənin riyaziyyatı daha sadədir.
Yəni məktəbdə 8-9-cu siniflərdə düzdür, yoxsa 7-8? Anyways, 7-ci sinifə qədər riyaziyyatı keçmisinizsə kifayətdir. Bəli, bəli, keçmişəm. Demirəm o məktəbatını, o mənə də Bəs demirəm. Amma onda ki, niyə riyaziyyat keçirik? yox, yoldaşlar. Belə deyim də sizə. Riyaziyyatı olsa anlamırıq. Yox, elə deməyin. Fərqini hiss eləyəcəksiniz. İndi bəzi şeylər var ki, onu mən sizə saatlarla da danışsam, onu hələ ki qəbullana bilməyəcəksiniz. Bu normaldır. Mən də bəzi şeyləri, nə bilim, 28-29 yaşımda dərk eləmişəm. Bu zaman alır. Yəni indidən sizə mənasız görünən şeylər, bəziləri mənasız olaraq qalacaq, bəzilərinin isə mənasını dərk eləyəcəksiniz ki, hə, vaxtı ikən mən bunu ona görə öyrənmişdim. Ona görə qərar verməyə tələsməyin. Yəni deməyin ki, riyaziyyat başa düşmürəm və yaxud da mənasızdır. Onu hələ tələsməyin. Yaxşı? Yenə deyirəm, demirəm hamısı mənalıdır, hamısını %100 istifadə edəcəksiniz. Yox, mən onu demirəm sizə. Dediyim odur ki, tələsi qərar verməyin. Amma indi soruşsaz ki, ixtisas seçəndə biznes mi seçim, maliyyə mi seçim? Mənim şəxsi tövsiyəm maliyyə tərəfdir. Biraz ağır yol olacaq, amma faydasını görəcəksiniz. Bəs ikinci qrupda ən əsas fənlər hansıdır? Yəni üstünlük verdiyiniz hansılardır? Riyaziyyat. Şəxsi Coğrafiya. fikrimi soruşursunuz, yoxsa nələri oxumalıyam soruşursunuz? Hər ikisi. Məsələn, mən abituriyent vaxtı tarixi oxuya bilməmişəm, bacarmamışam. Amma riyaziyyatı oxumuşam, bacarmışam. Bu o deməkdirmi ki, mən tarixi nəzərdən kənar saxlamalıydım? Xeyr, məcbur oxuyurdum. Xoşum gəlməsə də oxuyurdum. Bilirdim ki, bu yol buradan keçir. Yəni, mən ali məktəbə qəbul olmaq istəyirəmsə, bəzi şeylər xoşuma gəlməsə də eləməliyəm. Yəni, həyatda da belə olacaq yoldaşlar. İndi bəlkə də bu söhbəti eləmək sizə tezdir, amma indidən deyim, xəbəriniz olsun. İşdə, həyatda, hər şey həmişə istədiyiniz kimi olmayacaq. Ona görə də bəzi şeyləri indidən qəbullanın. Qəbullanın ki, bu riyaziyyatı mən istəsəm də, istəməsəm də o 5 fənnin içərisində var. Yəni, bu reallıqdır. Siz sabaha kimi də gileylənsəz, dostlarınızla şikayətlənsəz, xeyri yoxdur. Bu fən qəbul imtahanında var. Mən də ali məktəbə qəbul olmaq istəyirəm, bitdi. Deməli, mən riyaziyyatı oxumalıyam. İkinci bir şansım yoxdur. Tələsməyin. Hər şeyin vaxtı var, yavaş-yavaş düzələcək. Əsas məsələ çalışın, məsləhətləşin və danışın, çoxlu danışın. Ətrafınızla, valideynlərinizlə, dostlarınızla, beyninizdə bir sizi narahat edən nəsə varsa danışın, mütləq. Deyin ki, bax, məsələn, mən riyaziyyatdan çətinlik çəkirəm. Mənə kömək elə. Bu parta yoldaşınız ola bilər, sinif yoldaşınız ola bilər. Əmin edirəm ki, faydasını görəcəksiniz. Baxın, məsələn, gəlin sizə maliyyədən maraqlı bir məsələ deyim. Maliyyədə contingent, yəni necə tərcümə eləyək? Şərti. Contingent yox, konstruktiv. Konstruktiv öhdəlik adlanır, amma mənasını izah eləyəcəm sizə. Termin tərcüməsi qarşılığı yoxdur. Nümunə verirəm. Təsəvvür eləyin ki, Murad hər gün bufetdən şirniyyat alanda dostu Raminə də alırdı. Hər gün. Amma Murad Raminə söz verməyib, müqavilə bağlamayıb, aralarında belə bir danışıq da olmayıb. Sadəcə Murad istəyirdi ki, Raminə də şirniyyat alsın hər dəfə. El olur ki, bir gün Muradın pul qabısı evdə qalır və yaxud da pul götürməyi unudur. Ramin Muraddan küsür. Niyə? Ramin deyir ki, Murad, mənə niyə almamısan şirniyyat? Murad deyir, axı Ramin, mən sənə söz verməmişdim. Biz belə danışmamışdıq. Heç bir danışığımız da olmayıb belə. Sadəcə ürəyim istəyirdi, alırdım, indi də pulum yoxdur. Ramin küsür. Maliyyədə də belə bir şey var ki, bizim indiyə kimi elədiyimiz davranışlar, hərəkətlər kimdəsə gözlənti yaradır. Və bu gözlənti bizim üçün öhdəlikdir, məsuliyyətdir. Yəni, mən indiyə kimi eləmişəmsə, maliyyəçi olaraq bundan sonra da o Raminin gözləntisini nəzərə alıb cibimə pul qoymalıydım. Maliyyə bunu bizdən tələb edir ki, bunu hesabata yaz. Ki, Murad 5 dəfə Raminə şirniyyat alıb deyə, bundan sonra da Raminin gözləntisi var.
Ola bilsin ki, Ramin Muraddan küsər. Raminin küsməməyi üçün Murad məcburdur ki, gələn dəfə cibinə pul qoysun. Bu maliyyənin çox dərinlikləridir. Mən sizə sadəcə çox sadə nümunədə izah elədim. Belə hallar var. Sonra nələr var? Maraqlı ola biləcək sizə. Maliyyəyə yönələn olacaqsa, bunu yəqin ki, minimum bir 5-6 il sonra keçəcəksiniz. Amma indidən xəbər verim dedim sizə. N. Şükürova əl qaldırmışdı. Bəli. Müəllim, mən maliyyəni oxusam, sonra öz biznesimi qura bilərəm də. Maliyyəni oxumasınız da qura bilərsiniz. Yəni, maliyyə oxumaq biznes quracağınızın zəmanəti deyil. Amma biznes kursaz, maliyyə sizə %100 kömək eləyəcək. Bunu deyə bilərəm. Oldu, çox sağ ol. Dəyməz. Bəli, Filiz. Siz daha çox maliyyə üçün hansı universiteti məsləhət görürsünüz Azərbaycanda? Birinci sırada yəqin ki, İqtisad Universitetini deyərdim. AD Universiteti yaxşıdır. Qafqaz daha yoxdur. Xəzər Universiteti var. Sonra universitetlərin adlarına fikir verin də, yoldaşlar. Çox hallarda adları sizə nəsə deyir, çox hallarda həmişə yox. Və yaxud da bazarda onlar haqqında gəzən yaxşı mənada o şayələrə də ki, məsələn, Bakı Dövlət Universiteti nə ilə tanınır? Daha çox hüquq fakültəsi, tətbiqi riyaziyyat və s. və yaxud da AD Universitetində daha çox biznes yönümlü, diplomatik yönümlü sahələr daha üstündür, qabarıqdır. Sonra Ali Neft Məktəbi, MBA təhsili var. Ora daha çox Ali neft məktəbi də adı üstündə. Neft-qaz sənayesi ilə bağlı olan sahələr. Biznesin idarə edilməsi üçün UNIF-ə qəbul ola bilərəm də, yəni. İxtisas olaraq soruşursunuz, yoxsa biznesinizi qurmaq məntiqi ilə soruşursunuz? İqtisadiyyat olaraq, yəni. Yox, ixtisas, yəni qəbul olacağınız ixtisası mı soruşursunuz, yoxsa mən Bəli, gələcəkdə bəli. biznes qurmaq istəyirəm, hansı universitetə qəbul olum, hansını soruşursunuz? İxtisas səhətdən soruşuram. İxtisas olaraq bəli, biznesin idarə edilməsi İqtisad Universitetində də var. Əgər hədəfiniz İqtisad Universiteti olacaqsa, yoldaşlar, mütləq tövsiyəm Bəli, orada olar. Bəli. beynəlxalq iqtisad məktəbi var, iqtisadiyyat məktəbi var. Həmən ixtisasa can atmağınızı tövsiyə eləyərəm. Qəbul balları düz xatırlayıramsa 600-dən yuxarıdır, amma mümkünsüz deyil. Əgər qəbul olanlar varsa, siz də ola bilərsiniz. İnşallah. İnşallah. ADO Universitetinin özündə də çox qəşəng ixtisaslar var. Sonra Dövlət İdarəçiliyi Akademiyasında da var, amma ora daha çox adı üstündə idarəçilik sahəsinə yönəlib. Başqa? Oldu, çox sağ olun. Siz də sağ olun. Bəli, Nərmin xanım, buyurun. Salam. Mən Salam. özüm maliyyə tələbəsiyəm. Mən işlə bağlı sual vermək istəyirdim. Siz dediniz ki, Avropada işləyirsiniz, düzdür? Bəli, bəli. Mən məsələn iş axtaranda LinkedIn-ə falan baxıram. Bəs necə oldu ki, siz getdiniz Avropada işləməyə başladınız? Yəni necə çıxdı o fürsət qabağınıza? Okey. Biraz ola bilsin ki, yoldaşlar üçün tam da əlaqəli olmaz, amma qısa məlumat verəcəm. İki yolla gələ bilərsiniz. Ya buradakı şirkət sizə sponsor olur. Yəni deyir ki, Bakıda Nərmin adlı namizəd var. Biz onun CV-sinə baxmışıq, bəyənirik. Onu iş təklifi göndərərək Avropaya dəvət edirik. Bu ehtimalı daha az olan, şirkətlər üçün daha xərcli olduğu üçün ehtimalı daha az olan variantdır. İkinci variant Avropaya gəlib, təhsil alıb, təhsil boyunca işləyib, diplom alandan sonra tam iş şansı qazanmaq. Birinci dediyim variant da mümkündür, amma hal-hazırdakı şərtlərdə çətindir. Mümkünsüz demirəm, çətindir. Çünki şirkətə çox xərc yaradır. İkinci versiya daha sizə xərclidir. Bura gəlməlisiniz, təhsil haqqı ödəməlisiniz, köçməlisiniz və s. Mən ikinci yolla gəlmişəm. Yəni təhsil yolu ilə gəlib burada iş tapmışam. Oldu, çox sağ olun. Dəyməz. Sonra digər yoldaşlar, suallar. Pulun zaman dəyəri anlayışı barədə eşitmisiniz? Xeyr. Xeyr.
Əla. Gəlin biraz ondan danışaq. Bir ara bu videolar məşhur idi, amma indi rastıma çıxmayıb. Gəlin o videonun qısa bir versiyasını sizə deyim. Tak. Bir dənə Excel faylı açılsın. Əla. Yenə sorry yoldaşlar, ola bilər unutmuşam. Sadə və mürəkkəb faiz artımını artıq keçmisiniz yoxsa yox? 7-ci sinifə qədər keçirdiniz onu yoxsa Xeyr. keçməmisiniz? Xeyr, müəllim. Faiz keçmisiniz də amma yox. Bəli. Faiz Əla. bilir. Bəli, bəli, keçmişiz. Hə, super. Bu kifayət eləyir. İndi belə bir sual. Ekran görürsünüz də yəqin. Aha. Sizə iki versiya deyəcəm. İkisindən birini seçərsiniz. Birinci versiya hər il 100 manat və bu 100 manatı sonsuzluğa qədər alırsınız. Ömrünüzün axırına kimi. Faiz də yazıram 10%. İzah eləyəcəm yoldaşlar. Təbii ki, birdən-birə bunu bilməyinizi gözləmirəm. Nümunəni izah eləyəcəm. Və yaxud da indi 1200 manat. İki dənə versiya verirəm sizə. Bundan sonra sizə hər il 100 manat verirəm. Hər il. Ya da ki, bu dəqiqə sizə nəqd 1200 manat verirəm. Sual. Sizə hansı cəlbedici görsənir? Hansını seçərdiniz? Chatda da İndi, qeyd eləyə bilərsiniz. indi Hər il. 1200 manat. Hər il 1200 amma sonsuzluğa qədər verirəm də. Yəni bundan sonra övladlarınız, nəvələriniz hamısı götürə bilər o pulu. Tək sizə yox, hamıya verirəm. Bundan sonra İndi, ömrünüzün İndi sonsuza 1200 manat. indi İkisi de eyni 1200 şey manat. değil. Her il 1200 manat çünkü indi hər il bu 1200 yox, ülkədə bircə dəfə verirəm. Bircə dəfə 1200. her il yok. Hər il yox, Her bircə il 100 dəfə. manat. Onda hər Onda il 100 hər il 100 sonsuzluğa qədər. sonsuzluğa Her il qədər. 100 manat sonsuzluğa kadar. Çünkü her il veriləcək ama 1200 manatı indi alsam xərclənib əldə içində qalmayacaqdı. Okey, əla. Bir ildə Məncə 12 aydan ibarət deyil. Hər aya da 100 Hər manat ay yox xərcləmək yoldaşlar. olsa, Baxın. Hər il. Hər il 100 manat yoxsa indi 1200. İndi 1200 bir dəfə verirəm, bitdi. Hər il 100-də isə hər ilin sonu. Məsələn, 2024-ün sonunda bir dənə 100, 25-in sonunda bir dənə 100. Bu elə axıra kimi gedəcək. indi Əgər 1200 indi manat. 1200 manata ehtiyacım varsa 1200-ü götürərəm, amma ehtiyacım yoxsa hər il 100-ü seçərəm. Ehtiyacınız yoxdur. Prosta da oturduğunuz yerdə təklif gəlir sizə. hər il Hər il 100. 100-ü götürərəm, çünki gələcəyə uyğun yatırım eləyirəm. Mhm. Və yoldaşlar, cavabınız gözlənildiyi kimi, yenə deyirəm, burada yanlış və ya doğru yoxdur. Sadəcə hələ maliyyəni keçməmisiz deyə bunun cavabını qeyd elədiyim kimi birbaşa verməyinizi gözləmirdim. Maliyyə deyir ki, bizim seçimimiz olmalıdır indi 1200. Seçimi Bəli. niyə? Hə. İndi niyəsini gəlin izah eləyək. Proses belə gedir ki, baxın, burada yazdığım 10% nəyə göstərir? İndi siz ola bilsin hələ keçməmisiniz, mən biraz müəllimlərinizi qabaqlayacağam. Mürəkkəb faiz artımı deyə bir düstur var. Compounding interest rate. Bu proses necə işləyir? Deyir ki, mənim bazarda 10% yatırım şansım var. Yəni, bu 1200 manatı mənə indi versələr, gedib, çox sadə deyirəm, bank depoziti bilirsiniz də nədir, yox? Kredit depozit, eşitmişsiniz yəqin. Aha. Depozit nədir? Banka pulu verirsiniz, o sizə hər il onun 10%-ni əlavə verir. Əlavə. Hı. Bu məntiq bizə deyir ki, pulun zaman dəyəri anlayışı. Əlimizdə olan indiki pul, bir il sonraki puldan qiymətlidir. Səbəbi, mənim əlimdə indi yatırım şansı var. Yəni, mən indi 1200-ü götürsəm, aparıb banka depozitə qoyaram. Mənə indi 1200 verməyiblər. Bir ilin sonunda nə qədər pulum olacaq?
1200 plus 120'si. Yuxarıdakında nə qədər var? 100 manat. İkinci ilin sonunda 1200 plus onun 120'si plus 120'nin 10 faizi. Yəni 1252. Düz hesabladım, yox səhv hesabladım. Deməli 1200'ü vururuq 1.1'in kvadratına. 1452. Qısacası cavabımız 1200 olmalıydı. Səbəb, çünki mən 1200'ü indi depozitə qoysam, hər il onsuz da mən əlavə 120 manatımı qazanıram. Mənə əlavə veriləcək 100 manatlara ehtiyacım qalmazdı. Bu, pulun zaman dəyəri anlayışından qaynaqlanır yoldaşlar. Mən sizə ən qəliz nümunəni dedim. Amma əgər praktikada rastlaşsaz, kimsə sizə desə ki, bir il sonra 100 verim, yoxsa indi 100 verim, siz həmişə indi olanı seçirsiniz. Əgər rəqəmlər eynidirsə, şərtlər eynidirsə, indi təklif edilən pul daha qiymətlidir. Nəinki bir il sonra təklif və yaxud da bir gün sonra belə təklif edəcək. Çünki ortada zaman məsələsi var. O zaman keçdikcə də mən itirirəm. Nə itirirəm? Riskə məruz qalıram, əlimdə olan şansları itirirəm və s. Məntiq budur. Bax, bu adlanır pulun zaman dəyəri anlayışı. Praktikada da, gündəlik həyatımızda da keçərlidir və siz bunu rahatlıqla tətbiq edə bilərsiniz. Azərbaycan bazarında işləşdi. Başqa? İxtisas seçimlərinizi necə edirsiniz yoldaşlar? Məsələn, indi bugünkü təlimdən sonra nə qərara gəldiniz? Dediniz ki, maliyyəçi olmayayım, hə, yoxsa yox? Üçüncü qrup. İkinci qrup biznes. Biznes ya da maliyyə. Maliyyə çətindir. Niyə düşünürsünüz ki, çətindir? Çünki orada əsas Hesablama riyaziyyata var. önəm verir də, hesablama. Yəni riyaziyyatımız o qədər güclü deyil. Yanır mən riyaziyyat gələndə. Yoldaşlar, baxın, sizə söz verirəm. İkinci qrupda, daha doğrusu maliyyəçilər praktikada, təbii ki, qəliz ekonometrik hesablamalardan danışmıram. Praktikada faiz, vurma, bölmə, çıxma, toplama bunlardan çox işlətmirlər. Siz əmin edirəm, %100. Yəni kənardan belə biz bərbəzəkli görünə bilərik, amma işin özülündə o deyil. Hamı Excel-dən istifadə eləyir, hamı telefondan istifadə eləyir. Ona görə də özünüzü bu belə deyib çərçivələməyin. Bəlkə də maliyyəçi olsanız daha yaxşı nəticə göstərərsiniz. Demirəm, maliyyəçi olun. Amma özünüzü riyaziyyatı çətindir deyib və yaxud da mənim riyaziyyatım zəifdir deyib qorxutmayın. Gəlin öz başıma gələn hadisəni danışım. Universitetin ya ikinci kursu idi, ya üçüncü kursu idi. Təsəvvür edin ki, 3 ildir maliyyə oxuyuram. 3 il. Maliyyə müəllimimiz mənə deyib ki, bircə dənə pulun zaman dəyəri anlayışını hesabla, hansı ki sizə indi izah elədiyim. Bircə dənə addım, bir ili hesabla, sənə bütün semestrə 10 yazıram. Və mən onu hesablaya bilmədim. Amma indi maliyyədən dərs deyirəm. Yəni, mən 3 il dərk eləyə bilmədiyim şeyi sonradan yavaş-yavaş dərk elədim. Yəni, sözümü nəyə gətirirəm, yoldaşlar? Həmin o 3-cü kursun sonunda gedib mənim bütün qrup yoldaşlarımdan soruşsaz ki, Ramindən maliyyəçi olarmı? Deyəcəkdilər ki, yox, o heç faiz hesablaya bilmir. Demirəm, indi mən super maliyyəçiyəm, amma ən azı o faiz hesablamağım mənə maneə deyil. Yaxşı? Yəni, sözümü ona gətirirəm ki, özünüzü limitləməyin. Necə? Maliyyədə nə edirik ki? Maliyyədə proqnoz verirsiniz. Bax, məsələn, bir nə biznes açmaq istəyirsiniz? Beyninizdə olan bir ideya var. Fərq eləmir. Şirkət, Qaleri, idarə edilməsi. Yoldaşlar, növbə ilə danışaq zəhmət olmasa. qaleri, rentikar. Qaleriya, Bəli, avtomobil qaleriyası. bəli. Əla. Avtomobil qaleriyası açırsınız. Maliyyəçi işə götürsəz, o sizə nəyi hesablayacaq? Bundan sonraki bir ildə bizə nə qədər pul lazımdır ki, avtomobil alaq? Arendamız nə qədər pul tutacaq? Bankdan nə qədər kredit götürməliyik? Neçə dənə işçi götürsək bizə kifayət eləyər? Sonra avtomobili daha ucuz hardan ala bilərik? Avtomobili Çindən sifariş versək xərci neçə olar?
Amerikadan sifariş versək xərci neçə olar? Avtomobili gətirib burada neçəyə satsaq digər xərclərimizi qarşılaya bilərik? Neçəyə satsaq qazancla çıxarıq, müflis olmarıq, bankrot olmarıq. Maliyyəçi isə bunları hesablayır deyir. Bildim, çox sağ ol. Dəyməz. Açmağa qərar verdik. Hər şey Bəli. düzəldi. Əla. Digər yoldaşlar, sizin nə suallarınız var? Məsələn, biznes açmaq istəyirsiniz, amma bir dənə sual var, o düzəlmir. Ya da nə bilim, hal-hazırda tərəddüddə qalmısınız, ixtisas seçəndə bilmirsiniz ki, görəsən, lan yerə getsəm, peşman olmaram ki. Məncə, düşünürəm ki, maliyyə e, bunun hesablanmasıdır deyə məncə biznesə daha yönələ bilərik. Yəni, biznesi öyrənib maliyyəni də onun içərisində öyrənmək, düz başa düşdüm. Bəli, bəli. O dolar niyə də yox? Düşünürəm ki, elə daha rahat olacaq ya da maliyyəni öyrənib biznesi öyrənə bilərik də elə. Hər şey olar, yoldaşlar, mümkündür, hamısı mümkündür. Əsas lazım olan nədir? Ətrafınızla məsləhətləşin. Beyninizdə senari qurub, özünüzü limitləməyin. Soruşun, görün, məsələn də dostunuz, yoldaşınız, əmioğlunuz, dayıoğlunuz bu işi necə eləyib? O Bəs, bacarıbsa, deməli biz də bacarırıq. bəs məsələn, maliyyə və biznesdə iş tapmaq mümkündür də. Əlbəttə mümkündür. %100 mümkündür. İkisinə də mümkündür və ə, belə baxın da məsələyə. Mən tələbə olanda da maliyyəçi axtarırdılar bazarda, hələ də axtarırlar. Hansı ki, mən artıq işləyirəm. Mən işləyən vaxtı da axtarırdılar. Deməli, bazar dolmur. Baxmayaraq ki, nə bilim, minlərlə tələbə məzun olur. Hələ də mən iş elanlarında görürəm ki, maliyyəçi axtarırıq. Bu digər sahələrə də aiddir. Narahat olmayın, bazarda hamıya çatacaq qədər iş var. Kim ki deyir iş yoxdur, yoldaşlar, söz verirəm, o adam yaxşı axtarmayıb. Ya da ki, bəzi boşluqları var, amma onu qəbul eləmir. Bax, sizə söz verirəm, əmin edirəm. Siz ixtisasınızı yaxşı öyrənin, işsiz qalmayacağınızı əmin edirəm sizi. Əsas məsələ lazımsız yerə gileylənməyin hər şeydən. Yaxşı? Bu dediklərimi əməl etsə söz verirəm ki, siz qalmayacaqsınız. Kim deyirsə ki, bazarda iş yoxdur, kim deyirsə ki, diplom almışam ortada qalıb, siz onu nümunə götürməyin. Sizi həmən şəxslər fikrinizdən daşındırmaq istəyirsə, söz verirəm, mənə yazın və yaxud da digər yoldaşlar vasitəsilə mən sizə 10 dənə iş tapmış adam göstərəcəm, onlar da sizin fikrinizi dəyişsin. Yaxşı? Mən sizə bərbaşdan bunun sözünü verirəm. Kim ki deyirsə ki, iş tapa bilmirəm, bazarda iş yoxdur, oxudum, təhsil aldım, işsiz qaldım, o adam yaxşı axtarmayıb. Sizi %100 əmin edirəm. Adım kimi söz verirəm buna. Yaxşı? Tam rahat, ixtisasınızı oxuyun, təhsilinizi alın, işsiz qalmayacaqsınız. %100 əmin edirəm sizi. Yaxşı? Gileylənlərə baxmayın. Əsas nəticə göstərənlərə baxın. Görün o adam necə eləyib, siz də onu nümunə götürün. Gileylənən həmişə olacaq, həmişə. Ətrafınızda ömrünüz boyu olacaq. Hə, belə. Başqa. Qoy başqa şeyləri də yazım. YouTube kanallarında yazım. Bəli, Murad. Maliyyə üçün hansı dərsləri önəmli görürsüz? Məktəb fənləri. Bəli. Bizə dəqiqə. Xüsusi bir fənn adı çəkmək istəmirəm. Əgər maliyyəyə yönəlmək istəyirsinizsə, ikinci qrupa yönələcəksiniz, böyük ehtimalla. Birinci qrupda maliyyə adında ixtisasların sayı demək olar ki, yoxdur. Coğrafiya, Amma tarix, Azərbaycan dili, riyaziyyat. bəli. Amma maliyyəçi olaraq nələr istifadə edəcəm? Riyaziyyatın 7-ci sinfinə qədər. 7-ci sinifə qədər riyaziyyatı dərk eləmişsinizsə kifayətdir. Universitetə qəbul olmaq üçün demirəm, ay yoldaşlar, istəmirəm sizi yanlış yönləndirim. Universitetə qəbul olmaq üçün fənləri oxuyursunuz. Bu olmazsa olmazdır. Bu möhürlənib. Burada düzəlişə ehtiyac yoxdur.
Mənim dediyim, riyaziyyatı nə qədər dərindən tətbiq edəcəm, hansı fənləri indidən yaxşı oxuyum. Bir, yəni deyirsinizə ki, yox Rami, mənə istiqamət ver, mən seçmək istəyirəm, onda riyaziyyat deyəcəm təbii ki. Amma riyaziyyatı məktəbdə keçdiyiniz qədər dərin tətbiq eləməyəcəksiniz. Bundan əmin ola bilərsiniz. Bunu ona görə demirəm ki, hazırlıq dərslərinizi ikinci plana atasınız. Demək istədiyim bu deyil. Okey? Çox sağ ol. Dəyməz. Başqa? Yavaş-yavaş istəyirsiniz bitirək. Artıq sizi də çox yormayaq. Çox sağ olun bu Dəyməz. maraqlı və informativ sessiya üçün. Kiminsə tələbələr, əziz tələbələr, şagirdlər, axırda bir sualı varsa, ya əlini qaldırmaq üçün orada işarə var, səhv eləmirəmsə, ona bassın və yaxud da mikrofonu açıb deyə bilər. Yoxdursa da bitirə bilərik. Və yaxud da chatda yaza bilərsiniz, əgər mikrofonu aça bilmirsinizsə. Bəli. Mən düşünürəm ki, onda bitirə bilərik. Çox sağ olun həqiqətən Ramin bəy. Dəyməz, dəyməz. Şagirdlərə belə məlumatlı sessiya elədiyiniz üçün. Mən özüm də çox həzz aldım, çox maraqlı idi. Əziz şagirdlərə də onu demək istəyirəm ki, sağ olun. Belə sizi görmək çox sevindirir insanı ki, belə şagirdlər var ki, gələcəyini fikirləşir, öz karyerasını və öz ixtisasını gələcəkdə nə edəcək. Yenə də deyirəm, əgər kiminsə sualı varsa, məsələn, ola bilər sonradan gəlsin, peşman olarsınız. Ramin Xanımın bəy, sualı var deyəsən. varsa verin. Yəni Ramin bəy burdaykən verin, sonra peşmançılıq olmasın belə deyək. Maliyyə oxuyub deputat olmaq olur. Qısa soruşursunuzsa bəli, olur. Amma deputatlığa namizəd üçün maliyyə bilməniz şərt deyil. Onun üçün daha çox diplomatik yönümlü fənlərə yönəlsəz daha yaxşı olar. Bu yəqin ki, diplomatik akademiyanın və yaxud da hüquq fakültəsinin ixtisasları sizə daha uyğun olar. Yəni maliyyəçi yolu ilə deputatlığa namizəd şərt deyil. Daha yaxşı olar ki, bünövrənizi hüquq, idarəetmə və sair bu sahələrdə qurasınız. Çünki deputatın iş fəaliyyətində maliyyə lazımdır, amma əsas faktor deyil. Orada daha çox idarəetmə hissələridir. Oldu, çox sağ olun. Dəyməz. Belə, mən də təşəkkür edirəm yoldaşlar, həm təşkilatçılara, həm qoşulan şagirdlərə, hamınıza uğurlar arzulayıram. Yenə də qısa deyə biləcəyim bir şey odur ki, həvəsdən düşməyin, gileylənənlərə qulaq asmayın, hər şey düzələcək, alınacaq. Sizə özüm %100 əmanətini verirəm. Əsas məsələ danışın, ətrafınızdakılarla danışın, görün onlar, məsləhətləşin qısacası. Hələ ki, məsləhətləşəcək yaşdayıq. İnşallah özünüz böyüyəndə müstəqil qərarlar verərsiniz. Hələ ki, tələsməyin bu barədə və heç nəyə də bəri başdan tələsib özünüzü stresə salmayın. Hər şeyin öz vaxtı var, düzələcək yavaş-yavaş. Yaxşı? Hamınıza uğurlar arzulayıram. Bir daha şad oldum, ümidvaram ki, az da olsa sizə bir faydam toxundu. Bəli, toxundu. Çox sağ olun. Çox sağ olun. Sağ olun, sağ olun. Çox sağ olun, təşəkkürlər. Çox Sağ olun, hələlik. Sağ olun. olun.